Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sizinlə Kimya Gərək Aşırovun Respublika Fənn Müsabiqəsinə hazırlıq kitabı və eləcə də Şahin İbrahimovun Respublika Fənn Müsabiqəsinə hazırlıq kitablarından atomun kütlə ədədinə aid, orta kütlə ədədinin hesablanması düsturuna aid demək olar ki, məsələlərin izahına baxacağıq. 36-cı suala diqqət yetirək. Aşağıdakı karbon atomunun təbiətdə yayılmış iki izotop hissədiklərinin deməli sayı və təbiətdə yayılma faizləri verilmişdir. Karbon orta kütlə ədədini hesablayın. Biz də bilirik ki, orta kütlə ədədini hesablamaq üçün kütlə ədədləri, ayrı-ayrı izotopların kütlə ədədləri vurulur yayılma faizlərinə, bölünür ümumi faizlərin cəminə, yəni 100%-ə cavab tapılır. Deməli, ilk öncə biz burada diqqət yetirək ki, kütlə ədədi nə ilə nəyin cəmidir? Kütlə ədədi protonla neytronun cəminə bərabərdir. Birinci, deməli, atomda proton, baxın, sarı rənglə təsvir olunub, neytron qırmızı rənglə. 6 proton var, 6 neytron var. Cəmi neçə edir? 6 üzərinə gəlsin 6, yəni ümumi, deməli, kütlə ədədi 12-yə bərabərdir. İkinci atomda isə kütlə ədədi bərabərdir P plus N. Proton sayı sarı ilə təsvir olunub 6 proton var. Neytron qırmızı ilə 7 neytron var. Proton, yəni 6 üzərinə gəlsin 7, 13-ə bərabərdir. İndi biz kütlə ədədlərini tapdıq. Orta kütlə ədədi necə tapılır? Kütlə ədədləri vurulur yayılma faizinə, bölünür faizlərin cəmi, yəni 100%-ə. A orta bərabərdir. Deməli, birincinin kütlə ədədi 12-dir, yayılma faizi isə 99. 12 vurulsun 99, üzərinə gəlinsin. İkincinin kütlə ədədini 13 tapdıq, 1% yayılıb. 13 vurulsun 1, bölünsün faizlərin cəmi, yəni 99 plus 1, 100%. Alınan cavab bizim orta kütlə ədədimizə bərabər olur. Buradan da cavab alınır, deməli 12,1, yəni cavab C variantı. 12,1 C variantı. Daha sonra isə baxaq 37-ci suala. 37-ci sualda deyir, aşağıda qalium elementlərin izotopları və təbiətdə yayılma faizi verilmişdir. Qaliumun orta kütlə ədədi 69,8 olarsa, deməli, X hesablayın. Deməli, baxaq, birinci növbədə biz görürük ki, kütləsi 69 olan qalium izotopu 60% yayılıb. Orta kütlə ədədi, yəni 69,8, çünki deyir, orta kütlə ədədi 69,8-ə bərabərdir. Qalium kütlə ədədi 69-dur, yayılma faizi 60. Deməli, dedik, kütlə ədədi vurulur yayılma faizinə. 69-u vururam 60%-ə. Üzərinə gəlirəm. Digər izotopun yayılma faizi, deməli 40%-dir, amma kütlə ədədi x-dir. Yəni x-i vururam yayılma faizinə, 40%-nə, bölürəm faizlərin cəminə, yəni 100%-ə. Buradan da deməli tənlik alınır ki, 69,8-i vururam 100-ə, 6980 bərabərdir. 69 vurulsun 6, 0 yazıram, 9, 6, 54, 5 yadda, 6 dəfə 6, 36 üzərinə gəlsin 5, bərabər olur 41-ə, yəni 4140 üzərinə gəlsin 40x. Buradan da 40x bərabər olur, 6980-dən çıxıram, deməli 4140-ı. Cavab alınır 2840. 2840-ı da bölürəm 40-a x-i tapmaq üçün. Sıfırlar ixtisar gedir, cavab alınır neçə? 71. Yəni, qaliumun ikinci izotopunun kütlə ədədi 71-ə bərabərdir. X bərabər oldu 71-ə. Cavab B variantı. Növbəti sualın izahına keçək. Növbəti sual 32-ci sual. Yenidən bizə borun 2 izotopu verilib. Kütlə ədədi 10, bir də 11 olan. Kütlə ədədi 10 olan izotopun yayılma faizi 20. 11-in yayılma faizi isə 80%-dir. Orta kütlə ədədini tapmaq üçün mən kütlə ədədlərini yayılma faizinə vurub toplayıb bölürəm 100-ə. 10 vurulsun, yəni borun kütlə ədədi 10, vurulsun 20%, üzərinə gəlinsin, kütlə ədədi 11 vurulsun 80%, bölünsün faizlərin cəmi, yəni 100%-ə. Buradan da bərabərdir 10 vurulsun 20, 200, 200 üzərinə gəlsin 880, bölünsün 100. Bu da bərabər olur, deməli 200 üzərinə 880 gələndə 1080-ə bərabər olur. 1080 də bölünsün 100, bərabər olur 10,8-ə. Yəni, düzgün cavab variantı B variantı. Növbəti suala baxaq.
Növbəti 38-ci sual bizə x elementinin 2 izotopu deyir yayılıb, 35 bir də 37. İzotoplarına əsasən hesablanmış orta kütlədə 35,5-dir. Burada deməli x izotopunun təbiətdə yayılma faizini hesablayın. Deməli bizə 2 izotop verilib, kütlə ədədi 35 bir də 37 olan. Amma biz yayılma faizlərini bilmirik. Yəni mən x 35 izotopunun yayılma faizini x faiz götürsəm, desək ki, x faiz yayılıb, faizlərin cəmi bizə 100% verdiyinə görə, digər, yəni 37-nin yayılma faizi isə cəmi əgər 100%dirsə faizlərin cəmi, biri x faizdirsə, digəri olacaq 100 minus x faiz. İndi buradan tənlik yaza bilərəm. Orta kütlə ədədi, yəni orta kütlə ədədini verib bizə 35,5. Orta kütlə ədədi necə tapılır? 35,5 bərabərdir. Kütlə ədədləri yayılma faizlərinə vurulur. Kütləsi 35 olan x faizi yayılıb. Yəni 35 vurulsun x, 35x. Üzərinə gəlinsin. Kütləsi 37 olan isə 100 minus x faizi yayılıb. 37-ni vururam 100 minus x-ə, bölürəm 100-ə. İndi buradan tənliyi hesablayıram. 35,5 vurulsun 100, yəni 3550 bərabərdir. 35x üzərinə gəlinsin. 37-ni vururam 100-ə. 3700 minus 37x. Buradan da deməli burada bərabərlik 35x 37x'i keçirəm olur 2x bərabər olur 3700 çıxılsın 3550. Bu da olur cavab eləyir 150. 150 də 2x 150-dirsə x nəyə bərabər olur? 75-ə. Əgər x 75-dirsə faizlərin cəmi bizə deməli bizdən elə 35-in yayılma faizini istəyirdi. 35 də yayılma faizi x faizi idi. X 75 oldu. Digərində yayılma faizi deməli olacaq 25. Yəni 100 çıxılsın 75. Düzgün cavab variantı B variantıdır. Çünki bizdən 35-in yayılma faizini istəyir. Biz onu x ilə işarələmişik. X də 75-ə bərabər oldu. Düzgün cavab variantı B variantı. 39-cu suala baxaq. 39-cu sualda bizə deyir ki, deməli, A elementinin təbiətdə yenə 2 yayılma 20, bir də 22. Orta kütlədə də 20,2-yə bərabərdir. Deməli, biz A20-nin yayılma faizini əgər x ilə işarələsək, x faiz, faizlərin cəmi bizə dedik ki, 100-ü verir. Deməli, digərinin A22-nin deməli yayılma faizi nə olur? 100 minus x-ə bərabər olur. Bunu müəyyən elədik. İndi bizə deyir ki, orta kütlədə 20,2-dir. Orta kütlədə də, yəni 20,2 bərabərdir. Yayılma faizləri vurulur kütlə ədədinə. 20-ni vururam x-ə, üzərinə gəlirəm. 22-ni vururam 100 minus x-ə. Bölürəm, deməli faizlərin cəmi 100%. Buradan da 2020,2-ni vururam 100-ə. 2020 bərabərdir. 20x üzərinə gəlsin 22 vurulsun 100. 2200 minus 22x. Buradan da deməli 2x bərabər olur 2200 çıxılsın 20-yə. Bu da bərabər olur 180-ə. 2x 180 isə x bərabər olur 90%. Faizlərin cəmi bizə 100% verdi. X burada nəyin yayılma faizi idi? 20-nin. Bizdən 22-nin soruşur. 20-nin yayılma faizini biz 90 tapdıqsa, 22-nin yayılma faizi 100 minus x idi. Yəni 100 minus 90. Bu da bərabər olur 10. Deməli, bərabər olur nəyə? 10%. Ona görə də düzgün cavab variantı D variantı 10%. 40-cı şəkilə baxaq. 40-cı şəkildə bizə deməli misin 2 izotopu verilib, deyir orta kütlə ədədini hesablayın. Kütlə ədədi 63 olanın A orta bərabərdir. 63 olanın yayılma faizi gördüyümüz kimi 69%-dir. Vururam 60-a. Üzərinə gəlirəm. Kütlə ədədi 65 olanın yayılma faizi isə 31-dir. Bölürəm 100-ə. Bu da bərabər olur. 63 vurulsun 69. İndi bu deməli hasili hesablayaq. Buradan da deməli 63 vurulsun 69 cavab edir deməli 4347. 4347 ilə 65 vurulsun 31-in hasilini toplayıram. Cavab eləyir 63 daha doğrusu 6362. 6362 bölünsün 100. Bu da bərabər olur 63'dan %62. Düzgün cavab variantı A variantı.
41-ci suala baxaq. Deyir, Gərək müəllim şagirdlərinə dedi, uşaqlar gümüş elementinin 2 izotopu var. Kütləsi 107, bir də 108 olan. Bizdə burada deyir ki, 107-nin təbiətdə yayılma faizi daha çoxdur. Hansının yayılma faizi çoxdursa, deməli, orta kütlə ədədi həmin deməli, kütləyə yaxın bir rəqəm alınacaqdır. Ona görə də düzgün cavab variantı D variantıdır. 107,8, 107 yaxın rəqəmdir. Cavab D variantı. Daha sonra 42-ci suala baxıram. 42-ci sualda bizə deyir ki, borun 2 izotopu var. Kütləsi 79, bir də 81 olan. Əgər yayılma faizləri bir-birinə bərabərdirsə, biz də bilirik ki, yayılma faizlərinin cəmi bizə 100% verir. Əgər bir-birinə bərabərdirsə, mən 100%-i 2-yə bölürəm, bərabər olur 50%. Deməli, onların hər ikisi 50% yayılıb. Orta kütlə ədədini hesablayıram. Orta kütlə ədədi bərabərdir. Yayılma faizləri vurulur kütləyə. 79 vurulsun 50%. Üzərinə gəlinsin. 81-in yayılma faizi, 81 kütlə ədədi 81 olanın yayılma faizi yenə 50%-dir. Bölürəm 100-ə. Düzgün cavab variantı buradan deməli hesablasaq. Buradan cavab alınır. Deməli, yuxarıda topladıqda cavab 8000 eləyir. 8000-də 100-ə böləndə sıfırlar ixtisar gedir. Cavab olur 80. Yəni düzgün cavab variantı B variantı. Növbəti 43-cü suala baxaq. 43-cü sualda bizə deyir ki, sağda verilmiş pay diaqramında kaliumun 2 izotopun təbiətdə yayılma faizi verilib. 39, bir də 41 olan. Orta kütlə ədədi əgər 39 tam %9-a bərabərdirsə, hansı cavab doğrudur? Mən nə dedim? Dedim, orta kütlə ədədi əgər hansı izotopa yaxındırsa, deməli onun yayılma faizi daha çox olub ki, ona yaxın rəqəm alınıb. Deməli burada 39 tam %9, 39-a yaxın olduğu üçün, deməli 39-un təbiətdə yayılma faizi daha çoxdur. Yəni burada narıncı rənglə verilən kalium 39 izotopudur. Göy rənglə verilən kalium 41-dir. Ona görə də burada düzgün cavab variantı B variantıdır. Deyir, mavi rənglə verilmiş, işarələnmiş hissə kalium 41 izotopuna aiddir. A-da deyir, narıncı rənglə verilmiş kalium 41-ə aiddir. Xeyr, səhvdir. C-də deyir, faizlər verilmədiyi üçün müəyyən etmək mümkün deyil. Bu yanlışdır. D-də deyir, kalium 41 izotopun təbiətdə yayılma faizi daha çoxdur. Xeyr, daha çox olsaydı orta kütlə ədədi 41-ə yaxın bir rəqəm alınacaqdı. Ona görə də düzgün cavab variantı B variantı. Keçək növbəti 44-cü suala. 44-cü sualda bizə silisiumun 3 izotopu verilib və təbiətdə yayılma faizləri verilib. Deyir, orta kütlə ədədini hesablayın. A orta bərabərdir. Kütlə ədədləri vurulur yayılma faizinə. 28 silisium kütləsi 28 olan neçə faiz yayılıb? Vurulsun 92-yə 92%. Kütlə ədədi 29 olan 5% yayılıb, vurulsun 5. Üzərinə gəlinsin, kütlə ədədi 30 olan 3% yayılıb. Bölünsün faizlərin cəmi, yəni 100%-ə. Buradan da deməli bu hesablama aparsaq, deməli 28 tam %11 edir cavab. Yəni 2811 bölünsün 100. Cavab D variantı. Növbəti suala baxaq. 45-ci sual. Deyir, maqneziumun 3 izotopu yayılıb. Maqnezium kütləsi 24, 25 və 26 olan ən geniş yayılanı 24-dür, 80%. Kütlə ədədini istəyir sonda bizdən. Aorta bərabərdir. Deməli 24-ün yayılma faizi 80%-dir. 24-ü vururam 80-ə. Üzərinə gəlirəm. Deyir, digər izotopların yayılma faizi isə bir-birinə bərabərdir. Deməli, biri 80% yayılıb, 100-dən çıxıram 80-i. Yerdə qaldı nə qədər? 20% və digərləri də deyir, bərabər yayılıb. 20-ni bölürəm 2-yə. Yəni, digər iki izotopun hər ikisi 10% yayılıb. Digər izotop hansı idi? Kütləsi 25 olan, deməli 10%. Üzərinə gəlsin, eləcə də 26 olan 10% yayılıb. Bölürəm faizlərin cəmi, yəni 100%-ə. Buradan da deməli cavab necə alınır? 24-ü vururam 80-ə. Cavab edir. Deməli buradan da yuxarıda cavab olur 2430. 2430-da bölünür 100-ə. Cavab olur 24,3. Yəni C variantı. Növbəti sualımıza baxaq. 66-cı sual. 66-da bizə deyir ki, borun 2 izotopu yayılıb. 10, bir də 11 olan. Orta kütlədə də əgər 10,2-dirsə, 60-dan neçəsi yayılıb? Deməli, baxaq. Əgər biz borun 10 izotopunun yayılma faizini, orta kütlədə 10,2-dirsə, məsələn, borun 10 izotopunun yayılma faizini mən x götürsəm,
Bor 11 neçə olur? 100 minus x. Çünki faizlərin cəmi, yayılma faizlərinin cəmi bizə 100 verir. Olur 100 minus x faiz yayılıb, düzdür? Deməli, mən orta kütlə ədədi, yəni 10,2 bərabərdir. Yayılma faizləri vurulsun kütlə ədədinə. 10 vurulsun x, üzərinə gəlinsin 11 vurulsun 100 minus x, bölünsün faizlərin cəmi, yəni 100%. 10,2 vurulsun 100, yəni 1020 bərabərdir. 10x üzərinə gəlinsin 1100 minus x. Buradan da deməli 9x bərabər olur 1000 deməli 20 çıxılsın daha doğrusu 11x. Buradan da x bərabər olur. Baxın, bu hissəni silsək. Deməli, buradan da x bərabər olur nəyə? 1100 çıxılsın 1020-yə. Buradan deməli, mən x-i tapsam, x bərabər olacaqdır 80-ə. X deməli 80%-dir. X 80%-dirsə, x nəyin yayılma izotopudur? Kütləsi 10 olan. Bizə 11 olandan söhbət aparılır. 100 minus x, yəni 100 minus 80, 20% yayılıb. Bor 11, 20% yayılıb. Baxın, yazıram. Bor 11, 100 minus x, yəni 100 minus 80, 20% yayılıb. Hər deyir ki, təbiətdəki hər 60 bor atomunun neçəsi 11 izotopudur? Yəni 20%-də bir bor atomunun 20%, 60-ın da 20%-ni tapıram. Hər 60 dənədən 20%-i sıfırlar ixtisar gedir. Deməli 12 dənəsi bor 11 izotopudur. Düzgün cavab variantı B variantıdır. Növbəti baxıram 70-ci suala. Yenə deyir borun 2 izotopu var. 11 bir də 10. 11-in yayılma faizi, onu da indi müəyyən elədik. Elə demək olar ki, eyni sualdır. 11-in yayılma faizi neçə idi? 20% idi. Ona görə də düzgün cavab variantı C variantı. Daha sonra 93-cü suala baxaq. Deyir, borun 2 izotopu yayılıb, yayılma faizləri 1, 4 kimidir. Yəni, yayılma faizləri faizlə işarə olunurdu. Burada nisbət kimi verilib. Bir yanına məhdul qoysam 1x, bir də 4x. Bu faizlərin cəmi mənə 100-ü verməlidir. 1x, o da 4x. Cəmi olur 5x bərabərdir 100%. Buradan da x bərabərdir 20-yə. Deməli, yerinə qoysam 1x, yəni 20, 4x, yəni 4 vurulsun 20, 80%. Biri 20% yayılıb, yəni 10 20% yayılıb. 11 olan isə 80% yayılıb. Deməli, nə edirəm? Mən orta kütlə ədədini tapmaq üçün bor 10-u, yəni 10-u vururam 20-yə. Üzərinə gəlirəm. 80 olan deyir, 11 olan kütləsi 80% yayılıb. 11-i vururam 80-ə. Çünki burada deyir 10, 11, 1, 4 nisbəti, yəni birinci 20% gəldi. Bölünür 100-ə. Bu da bərabər olur 1080 bölünsün 100, yəni 10,8 edir cavab C variantı. Növbəti 91-ci suala baxaq. 91-ci sualda bizə deyir ki, maqneziumun təbiətdə 3 izotopu yayılıb, kütləsi 24, 25, bir də 26 olan, təbiətdə hər 40 izotopdan 32 əgər maqneziumdursa. Yəni, baxıram ki, 32 40-ın neçə faizini təşkil edir? 32 böl 40 vurulsun 100, onu faizə çevirərəm. 32-ni 40-a böləndə 8-ə ixtisar gedir 4 dəfə, 8-ə ixtisar gedir, deməli, 48-ə bölünür 5 dəfə, 4 bölünsün 5. 4 bölünsün 5 nisbətini mən faizə çevirsəm, bu da bərabər olur 4 bölünsün 5 vurulsun 100, 1 dəfə, 20 dəfə, 20 vurulsun 40, yəni 80%. Yəni, bu o deməkdir ki, maqnezium 24 izotopunun yayılma faizi 80%-dir. Qalanları isə deyir, bərabər şəkildə yayılıb. Yəni, mən 100-dən 80%-ə çıxsam, bərabər olur 20%-ə. Əgər bərabərdirsə, 20-ni 2 bərabər hissəyə bölürəm 10%. Yəni, 24-ün yayılma faizi 80-dir. Digər 2 izotopun yayılma faizi 10-10. Bu, deməli, nümunədən bayaq eynisini yazmışdıq. Bilməm, neçən çalışmadaydı. Yəni, 24-ü vururam 80-ə, üzərinə gəlirəm 25-i vururam 10-a, üzərinə gəlirəm 26-nı vururam 10-a, cəmini bölürəm 100-ə. Burada cavab alınır 24,3, yəni düzgün cavab variantı A variantı. Növbəti 92-ci suala baxaq. 92-ci sualda bizə deyir ki, A-nın 3 izotopu var. Kütləsi 20, 22, bir də 24 olan izotop. Bizə deyir ki, belə ki, hər 22 izotopuna
2,20 izotopu düşür. Hər 22-yə, yəni A22-nin yayılma faizi x olanda A20-nin yayılma faizi 2x-dir. Hər bir dənəyə 2 dənə düşür. Düzdür? Biz də bilirik ki, faizlərin cəmi A24-də baxsaq, faizlərin cəmi bizə 100-ü verir. Bu x, bu da 2x. Cəmi elədi 3x. Növbətinin yayılma faizi avtomatik 100 minus 3x olacaqdır. Çünki faizlərin cəmi bizə 100-ü verir axı. Yəni mən ikisini toplayıb 100-dən çıxıram. İkisinin cəmini növbəti üçüncü üçün qalır. Bu orta kütlə ədədində verib 20,8. Ona görə də mən nə edirəm? Yayılma faizlərini vururam kütlə ədədlərinə, bölürəm 100-ə. Ona görə də 22-nin yayılma faizi x idi. 22-ni vururam x-ə. Üzərinə gəlirəm. 20-nin yayılma faizi 2x idi. 22-ni vururam 2x-ə. Üzərinə gəlirəm. 26-nı vururam 100 minus, daha doğrusu 24-ü vururam 100 minus 3x-ə. Bölürəm 100-ə, bərabər edirəm. Deməli 20,8-ə. Buradan da tənli idi. 22x üzərinə gəlsin 40x plus 2400 minus 72 deməli x bərabərdir 2080-ə. 2080-ə. Buradan da deməli 22x, 40x, 62x minus 72x olur mənfi 10x bərabərdir 2080 çıxılsın 2400-ə. Bu da bərabər olur 320-yə, mənfi 320-yə. Mənfilər ixtisar olunur, x bərabərdir 32-yə. X 32 isə aparıb yerinə qoysaq, x 32-dir, yəni 22-nin yayılması 32%dir. 22, 32%, cavab elə avtomatik C variantı olur. 22, 32-dirsə, 20-nin yayılma faizi 2x-dir, yəni 2-ni vururam x-ə, yəni 32-yə, olur 64. Növbətisi də 64 üzərinə gəlsin 32, 96 eləyir. Növbəti də 100-dən çıxıram 96-nı. 24-də 4% yayılıb. Düzgün cavab variantı C variantı. Növbəti 90 deməli 3-cü sual idi. Onu da yazdıq. Növbəti suallar isə Şahin İbrahimovun test kitabında olan suallardır. İndi onların izahına sizinlə birlikdə baxacağıq. Növbəti suala baxaq. Deyir, aşağıda maqnezium elementinin 3 izotopu yayılıb və yayılma faizləri verilib. Orta kütlə ədədini necə taparım? Orta kütlə ədədi bərabərdir. Deməli, maqneziumun kütləsi neçədir? 24. Vurulsun yayılma faizi nə qədərdir? 78 tam %99. Üzərinə gəlinsin. 10% vurulsun. 25-in yayılma faizi 10-dur. 25 vurulsun 10. Üzərinə gəlinsin. Kütləsi 26 olan 11 tam %1% yayılıb. Bölürəm 100%-ə. Buradan alınan cavab da olur cavab. Deməli, bunu hesabladıqda görürük ki, deməli, buradan da cavab alınır. Deməli, 2440 neçə təsəvvür edin ki, bölünsün 100. Bu da bərabər olur nə? 24,4 təqribən, yəni cavab C variantı. Növbəti 19-cu suala baxaq. 19-cu sualda bizə deyir, silisiumun 3 izotopu vardır və kütlə ədədləri yayılma faizləri verilib. Orta kütlə ədədini tapmaq üçün kütlə ədədi 28 olan izotop 92% yayılıb. Vururam 92-yə. Üzərinə gəlirəm. Kütlə ədədi 29 olan 5% yayılıb. 29-u vururam 5-ə. Üzərinə gəlirəm. Kütlə ədədi 30 olan 3% yayılıb. 30 vurulsun 3. Bölünsün faizlərin cəmi 100%-ə. Buradan da alınan cavab təqribən 2811 bölünsün 100. Bu da bərabər olur 28 tam %11-ə. Yəni düzgün cavab variantı D variantı. Növbəti suala baxaq. 20-ci sual. 20-ci sualda bizə deyir ki, deməli, litiumun 2 izotopu var. Kütlə ədədi 6, bir də 7 olan. A orta. Orta kütlə ədədini hesablamaq üçün bərabərdir. Kütlə ədədi, yəni 6 vurulur yayılma faizinə 98%-ə. Üzərinə gəlirəm, 2% vurulur. Kütlə ədədi 7, yayılma faizi 7-dir. Daha doğrusu kütlə ədədi 7-dir, yayılma faizi 2. Bölürəm faizlərin cəminə 100%-ə. Buradan da düzgün cavab variantı olur D variantı.
Deməli 6020 bölünsün 100, o da bərabər olur 6,2-yə. 6,2, yəni düzgün cavab variantı D variantı. Növbəti sualımıza baxaq. 83-cü sual. 83-cü sualda bizə deyir ki, orta kütlə ədədi 6,2-dir. 6 təbiətdə yayılma faizini. X kütləsi 6 olanın təbiətdə yayılma faizini bilmirik. X faiz qəbul etsək, biz bilirik ki, faizlərin cəmi bizə 100% verməlidir. Deməli, X kütlə ədədi 7 olanın yayılma faizi isə 100 minus X-dir. Çünki onların cəmi bizə 100-ü verir. Ona görə də orta kütlə ədədi, yəni 6,2 bərabərdir. Yayılma faizi vurulur kütlə ədədinə. Kütlə ədədi 6-dır, yayılma faizi X. 6 vurulsun X, 6X. Üzərinə gəlsin, kütlə ədədi 7-dir, 7 vurulsun 100 minus X-ə. Kütlə ədədi vurulur yayılma faizinə, 100 minus X faiz yayılır. Bölünsün 100-ə. Buradan da 6020 bərabər olur. 6020 bərabərdir. Deməli 6x üzərinə gəlinsin 700 minus 7x-ə. Daha doğrusu 10, deməli 602. Üzr istəyirəm, 602 bərabərdir. Buradan indi tənliyi yazsaq, 602 mənfi x edir. Bu tərəfə keçirsəm müsbət x bərabərdir. 700 çıxılsın 602. 700-dən də 602-ni çıxanda bərabər olur 98%. X nəyin yayılma faizi idi? 6-nın kütlə ədədi 6 olanın yayılma faizini biz x ilə işarələdik. Yəni kütlə ədədi 6 olanın yayılma faizi 98-dir. 98 isə digəri üçün kütlə ədədi 7 olan üçün nə qədər qalır? 100 minus x, yəni 100 minus 98, 2% qalır. Ona görə də bizdən 7-nin yayılma faizini soruşur. 2%. Düzgün cavab variantı A variantıdır.